Hər vaxtınız xeyirli olsun. Bəli, bir neçə dəqiqədən sonra təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşının barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesinin növbəti baxış iclası başlayacaq. Təqsirləndirilən Arayik Harutyunyan, Baku Sakyan, Arkadiy Qukasyan, David Babayan və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin çoxsaylı maddələri, o cümlədən soyqırımı, deportasiya, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluğun maliyyələşdirilməsi kimi maddələrlə ittiham olunurlar. Məhkəmənin hazırki mərhələsində məhkəmə istintaqında Ermənistan Azərbaycana qarşı yürütdüyü təcavüzkar müharibə nəticəsində törədilən çoxsaylı cinayət əməlləri araşdırılır. Qeyd edək ki, hazırki mərhələdə zərərçəkənlər məhkəmə prosesində ifadə verirlər. Həmin zərərçəkənlər 1-ci Qarabağ müharibəsi zamanı zərərçəkənlərdir. 1988-1992-ci illərdə baş verən qətillər, kütləvi qətillər, soyqırım, işğalçılıq siyasəti, bütün bunlar məhkəmə prosesində araşdırılır və dövlət ittihamçıları bununla bağlı təqsirləndirilən şəxslərə suallar verirlər. Onlar ifadələrində bir daha aparılan bu təcavüzkar müharibəni, bu qətilləri, bu soyqırımı, bu hadisələri ifadələrində etiraf edirlər, təsdiqləyirlər. Qeyd edək ki, bu məhkəmə prosesi üzrə çoxsaylı zərərçəkənlər keçir. Həmin zərərçəkənlər həm də zərərçəkmiş qismində məhkəmə prosesində əyləşiblər. Dövlət ittihamçıları məhkəmə prosesində təqsirləndirilən şəxslərə o zaman götürülmüş çoxsaylı toplanmış sübutlarla, faktlarla bağlı materialları təqdim edirlər məhkəmə prosesində və onlar araşdırılır, tədqiq olunur. Təqsirləndirilən şəxslərin hər birinin 2 müdafiəçisi var, onların hüquqlarını müdafiə edir. Eyni zamanda onların öz istəyinə uyğun olaraq rus və erməni dilində tərcüməçilər ayrılıb. Məhkəmə prosesi açıq keçirilir. Bugünkü iclasla bağlı biz xəbərlərin növbəti buraxılışında daha detallı şəkildə geniş məlumatlar verməyə çalışacağıq deyərək sözü yenidən mərkəzə, studiya ötürürük.